Sabahınız xeyir. Deməli, bu səhər menümdə 2 qaynadılmış yumurta, pomidor, bol salat, limon sıxmışam salata, 1 dilim pendir və 1 dilim qara çörəkdir. Bu qida mənim diyet proqramımın ilk günüdür və sizinlə də paylaşmaq istədim. Səsimdən də anlaşıldığı üzrə soyuqlamışam və bu durumlarda mən daha da həssas və səbirsiz oluram. Biraz fikrimi qatmaq üçün özümə meyvəli çay hazırlamaq qərarına gəldim. Zövqlər təbii ki, müxtəlifdir, amma mən fərqli dadları çox sevirəm. Bu dəfə mixək, çiyələk, limon və yaşıl çayla hazırladım. Videoda yaşıl çayı əlavə etməyi unutmuşam, sonradan əlavə etdim. Çox yüngül və dadlı çay alındı və gün boyu bu çayı içdim. Siz bunu fərqli meyvələrlə, fərqli dadlarla da hazırlaya bilərsiniz. Hətta bunu qara çayla da hazırlaya bilərsiniz. Bəzi insanlar limonu çaya əlavə eləməyi çox sevmir. Mən isə limon xəstəsiyəm demək olar ki, hətta gün ərzində 4-5 ədəd sadəcə limonu duzlayıb yeməyi çox sevirəm və sonda belə bir çay alındı. Rəngi yaşıl çayın rəngidir daha çox. Dadı isə həqiqətən çox möhtəşəm idi. Həftə sonu olduğu üçün yemək də hazırlamaq qərarına gəldim. Ağrılarımı unudum deyə açığı başımı qatırdım. Sizi bilmirəm, amma mən dolmanın bütün növlərini çox sevirəm və xüsusən yarpaq dolmasını. Yarpaq dolmasının bir neçə fərqli çeşidini də yemişəm. Rəfiqəmin nənəsi ətsiz yalançı dolma kimi də bişirirdi və açığı çox dadlı olurdu. Və türk üsulu quş üzümü ilə olan çeşidinin də dadına baxmışam. O da bir fərqli daddır, amma hər kəsə xitab edən bir dad deyil. Mənim isə sevdiyim ən dadlısı klassik dolmadır. Sizin fikriniz nədir? Açığı bu haqqda da bilmək istəyərəm. Rəylərdə yazarsınız. Mən isə biraz çox etdim, çünki tək yeməyəcəm bunu və həm də saxlama qabına qoyub birazını soyuducuda saxlayıram. Biraz yorğunluqdan sonra özümə şokoladlı yulaf var ilə çay süzdüm, biraz istirahət üçün. Kentin karbonatını almışam və bir həftə ərzində karbonatlı su qəbul edəcəm. Bu suyun faydaları çoxdur. Belə ki, faydalarını saymaqla bitməz. Əsasən mədə-bağırsaq xəstəlikləri olan insanlarda çox istifadə etməlidirlər. Bu qarışımdan mən isə çəki vermə dönəmində olduğum üçün daha çox bağırsaqları təmizləmək üçün istifadə edirəm. Dadı biraz acıdır, amma əgər nəyisə özümüzə məqsəd qoyub içmək üçün niyyət ediriksə, sonuna qədər getməliyik və çətinliklər bizi çəkindirməməlidir. İlk istifadədə bütöv paketə yarım stəkan qaynar su əlavə elədim. Elə qəbul etdim. Sonra isə gün ərzində 3 dəfə olmaqla 1 çay qaşığı içdim. Çalışın suyu az əlavə edin ki, içə biləsiniz. Bir paketin qiyməti 25 qəpikdir və mən bunu sahil qəsəbəsində bir marketdən əldə elədim. Açığı şəhər marketlərində tapa bilməmişdim, bilmirəm harda satılır və bunu bəzən adi soda ilə əvəz etmək istəyirlər, amma tamam fərqli məhsullardır. Adi sodanı isə bu şəkildə içmək qəti qadağandır. Diyet sonrası özümə ödül olaraq belə pomidor yumurta hazırladım. Son 1 kilo artıq çəkim qalmışdı və şükürlər olsun ki, o da bir gün ərzində tamamən getdi. Yaşıl çayı normalda çox sevən biri deyildim, amma son 1 aydır ki, yaşıl çaya alışqanlıq yaranıb məndə və həm faydalı olmağı cəhətdən, həm də dad cəhətdən çox sevirəm və çox alışmışam bu dada və artıq karbonatlı suyumun 2-ci günüdür ki, içirəm. Həm həzm problemlərimi demək olar ki, düzəlib, həm də ki, özümü çox rahat hiss edirəm. Şükürlər olsun.